Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Dövlət müstəqilliyi dövlətin tarixdə yaşama mərhələsidir. Ona görə də dövlət müstəqilliyi hər bir vətəndaş üçün ən böyük sərvətdir. Zəngin tarixi keçmişə malik xalqımız tarixin müxtəlif dövrlərində azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizələr aparıb. Bu mübarizələr təkcə siyasi mübarizə olmayıb, həm də silahlı qarşıdurmalara, müharibələrə səbəb olub. Müstəqilliyin əsası özünə məxsusluqdur. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkün deyil. Xalqımızın tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə dövlət müstəqilliyini 2 dəfə elan edən dövlətimiz üçün bu tarixdə bir mücadilə olub, nə olursa olsun müstəqil dövlət olmaq. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan etdi. Müsəlman şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanındı, müstəqil dövlətin təsisatları yaradıldı.